Biləsuvar rayonunda uzun müddət gözlənilən heyvan bazarı nəhayət ki fəaliyyətə başlayıb. Xeyirli uğurlu olsun deyirik. Ətraflı sujetdən məlumat alacağıq. Biləsuvar rayonunun Əliyabad kəndində yerləşən heyvan bazarı əsaslı təmirlə bağlı uzun müddətli fasilədən sonra rəsmi olaraq fəaliyyətə başlayıb. Yenidən qurulan bazar müasir tələblərə uyğun şəkildə təchiz olunub. Yerli sakinlərlə yanaşı, qonşu rayonlardan da bazara gələn heyvan sahibləri və alıcılar var. Biz neçə aydır bu bazarlar dayanmışdı təmirə görə. Bugündən görülən işlərə görə təşəkkür edirəm. Asfaltı, nabesti tam təmin oldu. Əvvəllər balot idi, burada gəzə bilmirdik. Sapoqdan batırdıq. İndi şükür Allah görünür də göz qabağındadır. Tam təmin olunub. Qış aylarıdır, rahatlıqdır, çox gözəl. Biləsuvar rayonunun məsələn öz bazarımız hamısından da gözəldir. Qiymət arasında da bütün bazarlardan ucuz buradıq. İlk bazardır. İnşallah bazar günlər və 4-cü günlər biz işləyəcəyik. Sübh saat 6-da 4-cü gün və bazar günü sübh saat 6-da bazar açılacaq. Və mən elə bilirəm ki, qida təhlükəsinin nəzarət altında hər bir şərait yaradılıb bu bazarda. Elə bundan sonra da daha da təkmilləşdirdik işlərimizi və insanların heyvanları satmaq üçün hər bir şərait yaradılıb və daha da məmnun buradan getmələri üçün şərait yaradılacaqdır. Qeyd edək ki, istifadəyə verilən bu bazar Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasının müvafiq əmri ilə təsdiqlənmiş norma və standartlara tam uyğun olaraq yenidən qurulur. Və yenidən qurulan bu heyvan bazarları yalnız agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyət göstərir. Əldə etdiyimiz məlumata əsasən Biləsuvarla yanaşı artıq ölkə ərazisində 9 rayonda heyvan bazarları fəaliyyətə başlayıb. Samir Qurbanov, Zahid Aydınoğlu, Biləsuvar.